Təbiəti qorumaq. Bir yay günü idi. Ətrafı tüstü basmışdı. Bütün heyvanlar çölə çıxmışdılar. Dostlar da bayırda idi. Tüstüdən göz gözü görmürdü. Hər kəs təlaşda idi. Nə baş verirdi? Birdən Alacanın səsi gəldi yuxarı. Tüstüyə bax. Dostlar, meşə yanır, biz indi neyniyək? Meşədə yanğın var. Nə dayanmışsınız? Söndürməyə kömək eləyin. Hər kəs tez qaçdı bir vedrə su dalınca. Hərə əlində bir vedrə su yanğın tərəfi gedirdi. Hər kəs yanğını söndürməyə çalışırdı. Dostlar, meşənin çox hissəsi yandı. Çox pis oldu. Yenə yaxşı ki, hamısı yanmadı. Dostlar, biz əlimizdən gələni elədik. Xeyr, hələ əlimizdən gələni eləməmişik. Necə yəni? Sən axı gördün biz yanğını necə söndürürdük? Bəli, bunu inkar eləmirəm ki. Demək istəyirəm, eləyə biləcəyimiz başqa şey də var. Bu da yanğın olan yerlərə yenidən ağac əkməkdir. Meşəmizi, təbiətimizi, evimizi qorumalıyıq. Hə, Alaca düz deyir. Sabahdan ağac fidanları alaq və əkməyə başlayaq. Ağaclar bizim ağciyərlərimizdir. Ağaclar olmasa oksigen olmaz. Yayda təmiz və sərin hava üçün ağaclara minnətdar olmalıyıq. Əla fikirdir. Sabahdan hər gün hərəmiz 10 ağac əksək, meşəmiz canlanar. Düzdür, onların böyüməyi də zaman alacaq. Amma biz səbirli olub meşəmizi böyüdəcəyik. Sabah fidanlarla, kürəklərlə birlikdə səhər saat 11-də burada olaq. Səhər saat 11-də dostlar ağac fidanları və kürəklərlə birgə meşənin gələcəyində görüşdülər. Yanğın olan hissələrə getdilər. Hirkan torpağı kürəklə qazırdı. Yumaq fidana əkirdi. Qazdım, hazırdır. Yumaq, indi isə fidanı ək. Hazırdır. Beləcə dostlar birlikdə 50 ağac əkdilər. Yenə səhər açılır, yenə ağaclar əkilir. Beləcə bir həftə keçir. Meşənin bütün yanğın tutan hissələri yeni ağaclarla dolur. İşlərini bitirdikdən sonra Bəyaz dostlarına deyir. Dostlar, yorulsaq da çox gözəl iş gördük. Alaca, bu fikrin üçün çox sağ ol. Siz sağ olun ki, məni dəstəklədiniz. Həqiqətən evimiz, meşəmiz və ümumilikdə planetimiz üçün çox vacib iş gördük. Zaman keçir, yaz gəlir. Ağaclar az da olsa böyümüş, meşə əvvəlki kimi yaşıllaşmış və gözəl idi.